Azərbaycan alimləri artıq məsuliyyətini hiss etməlidir. Yəni, bütün bu vəzifələri, müqəddəs vəzifələri, ali vəzifələri həyata keçirmək üçün başqa sahələrdə aparılan islahatlar kimi Azərbaycan elmində də ciddi islahatlar aparılmalıdır. Çünki bunun özünün obyektiv, subyektiv tərəfləri var. Bunu bu çərçivədə müzakirə etmək qeyri-mümkündür. Amma onu mən xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan elmi özü bir xüsusiyyətinə görə, mahiyyətinə görə mürəkkəb bir ekosistemdir, intellektual ekosistemdir. Azərbaycan elmi sahə elmidir. Azərbaycan elmi biznesdə var. Azərbaycan elmi dövlət sektorunda var. Azərbaycan elmi ayrı elmi müəssisələrdə var. Azərbaycan elmi universitetlərdə var. Yəni, mürəkkəb bir, demək, mühitdir. Bütün bunların hamısının, belə deyək ki, bir Azərbaycan marağına yönəldilməsi, Azərbaycanın strateji maraqlarına, hərbi qüdrətinin yüksəldilməsinə, eyni zamanda onun birliklər iqtisadiyyatının formalaşdırılmasına, Azərbaycanda elmi nailiyyətlərin kommersiyalaşdırılması və birliklər iqtisadiyyatına dəstək verilməsi çox mürəkkəb məsələlər vardır. Sualları qoyub araşdırmaq lazımdır ki, nə üçün gənc belə bir şərəfli peşəyə öz həyatını, öz gələcəyini bağlamaq istəmir? Bu araşdırılmalıdır, müzakirə olunmalıdır. Azərbaycan naminə, Azərbaycanın maraqları naminə bu işləri araşdırmaq lazımdır. Yekun olaraq nə demək istəyirəm mən? Mən təklif edərdim ki, bütün bu dediyimiz o məsələləri əhatə edə biləcək bir vahid Azərbaycan Respublikası üzrə Cənab Prezidentin irəli sürdüyü əvvəlki çıxışlarında, əvvəlki dövlət sənədlərində və son Elmlər Akademiyasında çıxışı mən hesab edirəm ki, Azərbaycanda bir elmin inkişafına dair bir dövlət strategiyası formalaşmalıdır. Yəni, bu strategiyada Azərbaycanın özünün elmi doktrinası Cənab Prezidentin çıxışında əks olunan vəzifələrin həyata keçirilməsi ilə bağlı aparılacaq təşkilatı, normativ hüquqi baza, digər hansısa qurumlar, struktur islahatları, maliyyə islahatları, iqtisadi sağlamlaşdırma və s. bütün bunların hamısını özündə əks edə biləcək belə bir strategiyanın formalaşmasını və dövlət başçısının təqdim olunmasını biz arzu edərdik.